Bugünkü dərsimiz 1-ci Qarabağ müharibəsidir. 1991-ci ilin əməliyyatlarından başlayaq. 1988-ci ilin əvvəllərindən başlayaraq ermənilər əvvəl Sovet, daha sonra Rusiya hərbi qüvvələrinin köməyi ilə Dağlıq Qarabağda separatçılıq fəaliyyətlərini genişləndirmişlər. 1991-ci ildən başlayaraq Ermənistan heç bir məhdudiyyət gözləmədən Azərbaycan ərazilərinə qarşı iri miqyaslı hərbi əməliyyatlara başladılar. Azərbaycan, Ermənistan Qarabağ münaqişəsinin əsas səbəbi isə ermənilərin ərazi iddiaları idi. 1991-ci sentyabrında separatçılar qondarma Dağlıq Qarabağ Respublikasını yaratdılar. Bu qanunsuz sərişədə cavab olaraq Azərbaycan hökuməti Qarabağda erməni vəhşilərin qarşısını almaq məqsədilə bəzi tədbirlər gördü. Bunlar hansılar idi? 1991-ci sentyabrında Müdafiə Nazirliyi yaradıldı. 1991-ci ilin dekabrın 9-da isə Azərbaycan Respublikasının silahlı qüvvələri haqqında qanun qəbul edildi. Qanuna əsasən 1991-ci ilin noyabrın 19-dan başlayaraq 22 sərhəd yanı rayon və şəhərlərdə özünün müdafiə batalyonları yaradılması qərarı alındı. Lakin bu dəstələrin müasir silahlarla silahlanmış və yaxşı təlim görmüş düşmənə qarşı mübarizəsi biraz çətin görünürdü. 1991 noyabrın 20-sində Xocavənd rayonunda Xocavənd rayonunun Azərbaycanlılar yaşayan istiqamətində ermənilər soyqırım törətməyə başladılar və bu vəziyyətlə tanış olmaq istəyən hökumət nümayəndələri Ağdamdan Xankəndidə aparan vertolyotu, hökumət nümayəndələrini Ağdamdan Xankəndidə aparan vertolyotu isə ermənilər tərəfindən vurulmasından sonra həlak olanlar arasında dövlət katibi, baş prokuror, Respublikanın bir sıra yüksək rütbəli məmurları, SSR Müdafiə Nazirliyinin nümayəndələri, Rusiya və Qazaxıstanın müşahidəçilər də var idi. 20 noyabr faciəsi Respublikadakı İctimai siyasi vəziyyəti daha da gərginləşdirmiş və Azərbaycan Respublikası Ali Soveti 1991 noyabrın 26-sında Dağlıq Qarabağ statusunu ləğv etdilər. Yadımıza salaq 1923-cü il iyulun 7-sində isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1991-ci il 26 noyabrda Ali Sovetdə Milli Şura haqqında qanuna dəyişiklik edildi və Milli Şura 50 üzvündən 25 demokratik blok üzvü, 25 isə digər deputatlardan ibarət quruldu. Bu isə demokratik qüvvələrin uğuru kimi qiymətləndirilirdi. Hakimiyyət barəsindən istifadə edən ermənilər 1991-ci dekabrında Kərkistaran istiqaməti üzvləri genişləndirərək əsas strateji üstünlükləri ələ keçirdilər. Xocalının Meşəli kəndində Azərbaycana qarşı soyqırım törədildi və bunun nəticəsində də Şuşa ilə əlaqə demək olar ki, kəsildi və Şuşa şəhəri blokadaya alındı. İndi 92-ci ilin əməliyyatına baxaq. Daşaltı əməliyyatı 1992-ci ilin yanvarın sonlarında Azərbaycan ordusunun Şuşanın Daşaltı kəndi istiqamətində ilk hərbi planlı əməliyyat təşkil olundu. Əməliyyatın məqsədi Şuşa yaxınlığındakı Daşaltı kəndi erməni silahlı dəstələrini təmizləmək üçün Şuşanın mühasirəsini yarmaq idi. Əməliyyatın nəticəsi quruda qruplar arasında düzgün rabitənin qurulmaması səbəbindən uğursuzluq nəticələndi və bu hadisədən sonra ölkədə siyasi hərbi böhran daha da dərinləşmiş oldu. Mərkəzi müdafiə sisteminin olmamasından istifadə edən ermənilər 1992-ci ilin yanvar-fevralında Malıbəyli, Aşağı Quşlar və Yuxarı Quşlar kəndlərini işğal etdilər və növbəti hədəf isə Xocalı oldu. Və 92-ci ilin fevralın 25-26-sına keçən gecə Xankəndəki Sovet ordusunun 366-cı motorçu alayın hərbi texniki köməyi ilə erməni silahlı qüvvələri Xocalı hücum edərək soyqırım törətdilər. Şəhər tərk edəndə bilənlər Naxçıvanlı və Pircamal kəndləri yaxınında erməni postları tərəfindən atəş edilərək qətlə yetirdilər və ya əsir götürüldülər. Az sayda adam Ağdam şəhərinə çata bilmişdi. Soyqırım haqqında qısa məlumatlar var. Burada videonu saxlayıb özünüz baxarsınız. Xocalının işğal zamanı dinc əhalini xilas etmək üçün bəzi insanlar canlarından keçdilər və bundan sonra da Azərbaycan milli qəhrəmanı fəxradan layiq görülmüşlər. Bunlar kimlər idi? Əlif Hacıyev Xocalı Aeroportunun komandanı, Tofiq Hüseynov Xocalı Özü Müdafiə Batalyonunun komandiri, Aqil Gülev Xocalı rota komandiri, Ələsgər Novruzov Xocalıda silahlı dəstənin başçısı idi. Daha sonra bunlar arasında Hikmət Nəzirli, Füzuli Rüstəmov, Canbulaq Rzayev və Araz Səlimov da var idi. Ümumi lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə 1994-cü fevralın 24-də Xocalı soyqırım günü haqqında qərar qəbul edilmiş və bu sənəd hadisənin səbəblərini və günahkarlarını ətraflı qeyd etmişdir. Heydər Əliyev 25 fevral 1997 tarix sərəncamı ilə hər il 26 fevral saat 17-də Xocalı soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Bundan başqa da Xocalı soyqırım dəyərləndirilməsi və dünyaya təqdim edilməsində Prezident İlham Əliyevin, Heydər Əliyev fondunun və Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd edilməlidir və 2008-ci ildə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevin təşəbbüsü ilə də beynəlxalq kampaniya başlanmışdır. Bunun haqqında da saxlayıb baxa bilərsiniz. Ağbənd faciəsinə baxaq, Ağdaban faciəsinə baxaq. 1998 aprelində Kəlbəcər rayonu Ağdaban kəndi ermənilər tərəfindən işğal edərək daha bir vəhşilər də burada törədilmiş, kənd tamamilə yandırılmış, əhalinin çox sayda qətl yetirilmişdi. Ağdaban kəndinin işğalı gələcəkdə ermənilər Kəlbəcərə keçilməsində zəmin rolunu oynamışdı. 1992-ci ildə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin atəş müzakirəyə çıxarıldı. Münaqişənin həlli üçün yaradılan Minsk qrupu fəaliyyəti göstərdikcə Dağlıq Qarabağ ərazidən bir sıra ardı ermənilər tərəfindən işğal edilməyə başlanılırdı. Müharibənin gedişində ordu quruculuğu davam etdirildi. 1992-ci ilin fevralında Azərbaycan aviasteqrafiyası, yəni bir neçə təyyarədən ibarət bir hərbi təyyarə, yəni qurumu yaradıldı, yəni aviasiya qurumu yaradıldı. 1992-ci martın 25-də Azərbaycan milli qəhrəmanlığı müəyyən edildi və iyunun 5-də Daxili İşlər Nazirliyinin 11 əməkdaşı göstərişləri şəxsi igidliyə görə ölümündən sonra ilk dəfə bu fəxrada layiq görüldü. Birinci Qarabağ müharibəsində digər millətlərdən olan Azərbaycan vətəndaşları da var idi. Bunlar Ağsatı Üçlər, İskəndər
Aznaurov, Rus Yuri Kovalyov və Yahudi Albert Agarunov qəhrəmanlıq göstərmiş və Azərbaycan milli qəhrəman adına layiq görülmüşdür. Şuşanın işğalına baxaq, Ayaz Mütəllibovun 1992 martında istefa verməsindən sonra Ali Sovetin sədri Yaqub Məmmədov prezident səlahiyyətlərini müvəqqəti icra etməyə başladı və Yaqub Məmmədov İran vasitəsilə Ermənistan prezidenti ilə atəşkəs haqqında imzalamaq üçün Tehranda olduğu vaxtda 1992 mayın 8-də ermənilər Şuşa şəhərini işğal etdi. Bu hadisə ilə Ermənistan Dağlıq Qarabağ bütün ərazilərə keçirilmiş oldu və Tehrandakı sülh danışıqları yaratılıb dayandırıldı. 1992 Daşkənd müqaviləsinə baxaq. Mayın 15-də keçmiş SSR-nin hərbi əmlakı olan və onun tərkibində olan respublikalar arasında bölüşdürülməsi nəzərdə tutuldu hərbi əmlakın. Bu zaman SSR Xəzər donanmasının qüvvə və vəsaitinin 25%-ni Azərbaycan sərəncamına vermişdi. 1992-ci ilin mayın 18-də Bakı hakimiyyətinin bazidən istifadə edən erməni və Dağlıq Qarabağ siyasətçiləri erməni arasında birbaş dəhliz yaratılması üçün Şuşa şəhəri və Laçın şəhərinin işğalından sonra Azərbaycan hakimiyyəti böhran yeməklə qədəm qoyduğu burada bilinir. Yəni 1992 ilin mayın 18-də Laçın işğalı ilə artıq bunlar arasında əlaqə dəhlizi yaradıldı və bu da Azərbaycan hökumətinin yeni bir böhranın yeni bir mərhələsinə qədəm qoyduğunu göstərirdi. AXC hökuməti 1992-ci il uğurlu yay əməliyyatına baxsaq isə 1992-ci il iyununda Əbülfəz prezident seçilməsindən sonra Qarabağın işğaldan azad olması istiqamətində bəzi tədbirlər həyata keçirildi. Ordumuz 1992-ci il avqust əməliyyatlarına diqqət eləyək. 1990 iyununda Goranboyun işğal olunmuş torpaqları azad edildi. Ordumuz Ağdərə əməliyyatı nəticəsində düşmənə qarşı Goranboy, Tərtər, Ağdam, Kəlbəcər istiqamətində zərbələr endirməklə Kəlbəcər, Ağdərə, Tərtər yolunu nəzarətə aldı. 1992-ci iyunun sonlarında ordumuz Tərtər kanalının sağ tərəfini nəzarətə ələ keçirdi. İyunun sonlarında isə Ağdərə şəhəri daxil olmaqla xeyli ərazilər, hətta Xankəndiyə yaxın ərazilər ələ keçirildi və Xankəndi şəhərinə yaxınlaşıldı. 1992-ci il avqustun əvvəllərində Ermənistan-Azərbaycan arasında yeganə anklav olan Bakı kənddə düşməndən təmizlənmiş oldu. Anklav nə idi? Bunu bir başa salaq. Bir dövlətin ərazisində başqa bir dövlətin quru ərazisi ilə əhatə olunmasıdır. 92-ci ilin yaz payız əməliyyatlarına diqqət etsək isə, lakin biz görürük ki, ölkə daxilində hakimiyyət təşkilatları davam edirdi. Bəlkə cəbhədə vəziyyətin yenidən əleyhimizə dəyişməsinə bu bir təsir göstərmişdi. Ordumuzun hücumları qarşısına alan ermənilər 92-ci ilin sonlarında və 93-cü ilin əvvəllərində müharibədəki təşəbbüsü ələ aldılar və 93-cü ilin əvvəllərində Rusiya Azərbaycana açıq şəkildə və ya MDL-də daxil olmağı ya da özü arxalanmağı bildirdi. Azərbaycan Rusiyanın ultimatum təklifilə razılaşmadı və nəticədə 93-cü fevralın əvvəllərində ermənilər Rusiyanın 7-ci ordusunun 128-ci motorçu diviziyası və hərbi texnika silahlarını istifadə edərək hücuma keçdilər. Və aprelin 3-də ermənilər Kəlbəcər rayonunu işğal etdilər. Ordumuzun Muradov istiqamətində geri çəkilməyə məcbur etdilər və bu zaman ermənilər tərəfindən minlərlə adam əsir alındı və kütləvi qətliam törədildi. Daha sonra Başlı Bel faciəsinə baxaq. 93-cü ildə Kəlbəcər rayonu işğal zamanı Başlı Bel kəndində daha bir erməni vəhşiliyi törədildi. İşğal zamanı kəndləri tərk edərək qayalıqlara və dağlara, təbii və ya süni oyuq varlara sığınan kənd əhalisinin yeri ermənilər tərəfindən aşkar edildi və bu zaman onlara qarşı müharibə cinayətləri törədildi. 93-cü ilin yayında AXC hakimiyyətinə qarşı Sürət Hüseynov Gəncədə hərbi qiyamə qaldırması cəbhədə ermənilərin hücumunu keçməsinin üçün şərait yaratdı. Bu zaman ermənilər Ağdam, Ağdərə istiqamətində hücuma keçdilər və nəticəsində 1993-cü ilin iyulun əvvəlində Ağdərə şəhəri, yəni əsasən rayonu işğal olundu. 93-cü ilin iyulun 23-də isə Ağdam şəhəri işğal olundu. Erməni ordusu İran sərhəddi istiqamətə hücumu nəticəsində isə 1993-cü il avqustun 23-də Cəbrayıl və Füzuli rayonları işğal olundu. 1993-cü il avqustun 31-də Qubadlı rayonu və 1993-cü il oktyabrın 29-da Zəngilan rayonu işğal olundu. BMT qətnamələrinə baxaq, müharibədəki dönüşə baxaq. BMT ilk dəfə Qarabağ münaqişəsini Kəlbəcər rayonu işğalından sonra müdaxilə etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 1993 aprel 30-dakı 822 sayılı Kəlbəcər rayonu işğalı barədə qətnaməsi, daha sonra 853-cü il Ağdam 853-cü qətnamə Ağdam, 874 Cəbrayıl və 884 Qubadlı və Zəngilan sayılı qətnamələri Ermənistanın hərbi birləşməyə çıxılmış Azərbaycan ərazilərinin tamamilə çıxarılmasını tələb etdi. Lakin bu qətnamə heç biri yerinə yetirmədi və 2020-ci ildə müzəffər ordumuz bunu yerinə yetirdi. 1993-cü il Heydər Əliyev hakimiyyətinə qayıdan kimi dövlətin hərbi siyasi gücünü ölçənmək məqsədilə bəzi tədbirlərə əl atdı. Bunlar nələrdir? Hərbi hissələr ailəli siyasi qrupların təsirindən çıxarıldı, dağınıq və nizamsız hərbi hissələr ləğv edildi, vahid komandalıq təsis olundu, cüzi ordu, nizam ordu yaradıldı, ordunun silah sursatı və geyim və ərzaqları təmin edildi. 1993 noyabrın 1-də Ali Sovet müdafiə haqqında qanun qəbul etdi və 1990 noyabrın 2-də Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət edərək düşmənə qarşı qəti mübarizə çağırış etdi və tezliklə könüllülərdən ibarət taburlar, Əfqanistanda xidmət görmüş keçmiş döyüşçülərdən ibarət hərbi hissələr yaradıldı və prezident özü cəbhə bölgəsinə gedərək konkret tədbirləri müəyyənləşdirdi. Həyata keçirilən tədbirlər nəticəsində xeyli uğurlar əldə olundu. 1993-cü ilin sonu və 94-cü ilin əvvəllərində ordumuzun hərbi əməliyyatları uğurla hərbi əməliyyatlar keçirdi. 93-cü ilin noyabrında Azərbaycan ordusu bütün cəbhə boyu ermənilərin hücumuna qarşı müqavimət göstərə bildi və 93-cü ilin dekabrın ortalarında Beyləqan istiqamətində ermənilərin tank hücumunun qarşısı alındı. Bu döyüşlərdə Akif Xan Əliyev,
bir döyüşdə 50-yə qədər düşmən əsgərini məhv etmişdi. Etibar İsmailov yoldaşlarını xilas etmək üçün özünü düşmən tankının altına atdı və onu məhv etdi. Ölümündən sonra isə qəhrəmanlığına görə Azərbaycan Milli Qəhrəman adına layiq görülmüşdür. Ordumuzun 1993-cü il dekabr və 1994-cü yanvarın 5-də davam edən və 4000-ə qədər əsgərin məhv edildiyi Horadiz əməliyyatı nəticəsində Füzulinin strateji əhəmiyyətli Horadiz qəsəbəsi və o cümlədən 22 kəndi, Cəbrayıl rayonunun Sərdozuq mərcəğində kəndi azad edildi. Sonraki günlərdə ordumuz özünü hədədə genişləndirərək Xocalı, Cəbrayıl və Kəlbəcər rayonu bir çox kəndlərini, əraziləri işğaldan azad etdilər. Bu uğurlardan ciddi narahat olan Rusiya Ermənistana hərbi texniki və canlı qüvvə yardımı da artırdı. Bunun nəticəsində Erməni-Rus birləşmələri 1994-cü ilin fevralında Azərbaycan ordusunun Kəlbəcər istiqamətindəki əməliyyatlarını qarşısına aldı. Hava və iqlim şəraiti kəskin pisləşməsi ordumuzun geri çəkilməyə məcbur etdi və beləliklə 1994-cü fevral-mart aylarından etibarən cəbhədə vəziyyət nisbətən sabitləşdi. Və bundan sonra da atəşkəs haqqında məlumatlar yayılmağa başladı və atəşkəs olunması haqqında müəyyən tədbirlər görüldü. 1994-cü aprelində Rusiya Ermənistanın xeyrinə sülh sazişi layihəsi təklif etdi. Bu layihədə Rus qoşunlarının cəbhə xəttində yerləşməsi nəzərdə tutulurdu və 1994-cü il mayın 8-də Rusiya ATƏT vasitəsilə Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsi üçün Bişkek protokolu hazırlandı və imzalandı. Münaqişə iştirak edən tərəfləri o cümlədən Dağlıq Qarabağ Azərbaycanlı və erməni istismarları razılığı əldə olundu və Bişkek protokoluna əsasən 1994-cü il mayın 12-sində Azərbaycan və Ermənistan cəbhə xətti boyu bütün hərbi əməliyyatlar dayandırıldı və 1-ci Qarabağ müharibəsi bitmiş oldu. İndi sağ bölgədəki xəritəyə diqqət eləyək. Burada ərazilərin işğalıdır. Qara ilə göstərilmiş ərazi Xocalı və Xankəndi ərazisidir. Daha sonra bura Şuşa ərazisidir. Daha sonra Laçın ərazisidir. Daha sonra Xocavənd ərazisi, Kəlbəcər ərazisi, Ağdam ərazisi, Cəbrayıl ərazisi, Füzuli ərazisi, Qubadlı ərazisi və ən sonunda isə Zəncana ərazisinin işğalı ilə Dağlıq Qarabağ və ətrafındakı 7 rayon ermənilər tərəfindən işğal olunmuş olur və 1-ci Qarabağ müharibəsi Azərbaycanın məğlubiyyəti ilə başa çatmış olur. Bundan sonraki dərsimizdə, yəni bundan sonraki dərslərdə 2020-ci il Vətən müharibəsi haqqında da məlumat veriləcək və müzəffər ordumuz o döyüşlərdən sonra işğal altında olan bütün rayonlarımızı azad edəcəkdir. Yarısını müharibə vasitəsilə, yarısını sülh vasitəsilə ələ keçiriləcəkdir. Ümidvaram sizin üçün bu məlumatlar faydalı olar. Diqqətlə qulaq asıb, diqqətlə oxuyaraq məlumatlar haqqında geniş bir fikir sahibi ola bilərsiniz. Vacib mövzulardan biri sayılır. Blokda tez-tez istifadə olunan bir məsələdir bu və diqqətlə baxmağınızı məsləhət görürəm. Oldu, sizə uğurlar arzulayıram.